Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün 29 mart 2026-cı il OTK-nın sayı etibarı ilə 9-cu sinif buraxılış imtahanına uyğun olaraq keçirdiyi 9-cu sınaq imtahanının Azərbaycan dili suallarının izahını verirəm. Gəlin vaxt itirmədən qələmi tənzimləyək və daha sonra isə keçək izahlara. Demək, birinci sualda deyir ki, bu mübarizədə kimin qalib olacağı bizdən asılıdır cümləsindəki sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Doğrunu istəyir bizdən, gəlin baxaq. Təsriflənməyən feil işlənmişdir, düz deyir. Qalib olacağı hissəsi təsriflənməyəndir, bu doğrudur. Sifət xəbərli şəkilçisi qəbul etmişdir. Baxıram ki, asılı sözü bizdən asılıdır şəkilçisi qəbul edib, bəli. Əvəzliyi yalnız iki məna növünə aid nümunə işlənmişdir. Baxıram ki, bu işarə əvəzliyidir. Kim sual əvəzliyidir? Biz şəxs əvəzliyidir. Demək, 3 məna növü işlənmişdir. Ona görə 3-ü çıxıram. 2 mücərrəd isim işlənmişdir. Mübarizə mücərrəd isimdir. Yerdə qalanların heç biri isim deyil. Yəni, mahiyyət etibarən bir mücərrəd isim var burada. Ona görə, demək, mən buradan 4-ü də çıxıram. Qalır cavab 1, 2. Cavab olur 1-də Y variantı. Yenə də digər izahlarımda olduğu kimi bütün demək sualların A-dan Y-yə qədər izahlarını verəcəm ki, sizin üçün heç bir şey qaranlıq qalmasın. Nümunədəki sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Ay çəmənin çiçəyi, niyə soldu ləçəyin? Bu dünyanın gerçəyi, yalanı xatirədir. Baba Vəziroğlu'dan belə bir nümunə verilib bizə. Deyir ki, çox mənalı söz yoxdur. Doğru fikir istəyirsə bu dünyadan. Məsələn, soldu sözü elə çox mənalı sözdür. Bütün misraların son sözünün amonimliyi var. Çiçək sözünün amonimliyi var. Amma ləçək sözünün mən amonimliyin deyə bilmərəm. Gerçək sözü də eləcə. Yəni B variantı da yanlışdır. Bir-birinə əks mənalı olan sözlər işlənmişdi. Yalan və gerçək sözləri burada bəli, bir-birinə demək antonim sözlərdir. Cavab C variantı olacaq. Bütün sözlərin leksik mənası var. Burada ay çəmənin çiçəyi müraciət eləyir. Yəni burada həm də nə var? Ay müraciət var da, nitq hissəsi kimi köməkçi nitq hissəsidir. Nidadır. Bir-biri ilə sinonim olan sözlər iştirak etmişdi. Burada yalan, xatirə, gerçək, ləçək, solmaq yoxdur. Yəni cavab olacaq 2-də C variantı. 3-də Leysan yağdı və küçəmizdən sel axmağa başladı. Tabisiz mürəkkəb cümləsinin tərkib hissələri arasındakı hadisələrə aiddir. Uşaqların ən yaralı yeri tabisiz mürəkkəb cümlənin tərəflərində olan məna əlaqələrini müəyyənləşdirmək. Uşaqlar, bunu müəyyənləşdirməyin ən sadə yolu baxırıq. Küçəmizdən sel axmağa başladı. Bu küçəmizdən sel axmağa nəyə görə başlayıb? Leysan yağıb ki başlayıb da, düzdürmü? Demək, bir hadisədən, bir səbəbdən nəticə doğur burada. Ona görə səbəb nəticə olacaq. Cavab olacaq A variantı. Burada hadisə ardıcıl baş versəydi, yəni səbəb-nəticə əlaqəsinin içərisində də ardıcıllıq əlaqəsi var. Amma səbəb-nəticə əlaqəsində bir səbəb digər nəticə olmalıdır mütləq şəkildə. Ardıcıllıqda isə belə bir şey olmur. Məsələn, qapı açıldı, içəri müəllim daxil oldu. Burada ardıcıllıq əlaqəsidir. Amma kəndi su bastı, kəndlilər köçdülər. Burada isə səbəb nəticədir. Qarşı-qarşıya qoyulmaq mütləq şəkildə amma ancaq lakin bağlayıcılarından istifadə etməliyik. Biri digərini aydınlaşdırır deyirsə, burada aydınlaşdırma əlaqəsi olmalıdır. Eyni zamanda baş verəndə isə həm tərəflərin arasına eyni zamanda sözünü qoya bilirəm, eyni vaxtda sözünü qoya bilirəm, həm də bundan əlavə cümlələrin yerini dəyişə bilirəm. Məsələn, əgər bunu dəyişsəm yerini, küçəmizdən sel axmağa başladı, Leysan yağdı. Birinci Leysan yağıb daha sonra sel axmağa başlayıb da, absurd olar ki, birinci mən küçəmizdən sel axmağa başladı fikrini deyib, daha sonra Leysan yağdı fikrini səsləndirsəm. Ona görə 3-də olacaq A variantı. 4. Söz sırası pozulmuşdu. Bu da uşaqların ən sevdiyi sual tiplərindən biri. Mən mi qocalmışam, ya zəmanə mi? Burada söz sırası pozulmamışdı. Dənizdən, bir dəqiqə, mən mi qocalmışam, ya... Mənmi dənizdən ayrılmış qupquru qaya, qədim xatirə tək əyib başını, qupquru qaya, bir arzum var ay adamlar, qoyun deyim, yazda keçilə tədbir aylarla yubandı. Burada görürsünüz ki, heç bir yəni söz sırası pozulmamışdı. Yeni qonşular bir yaz axşamı gəldilər, burada da pozulmayıb. Bir arzum var ay adamlar, qoyun deyim, burada da pozulmayıb. Dənizdən ayrılmış qupquru qaya, qədim xatirə tək əyib başını, qədim xatirə əyib başını, əyibdir başını olmalıydı burada. Birdən deyirsiniz ki, dənizdən ayrılmış sözündə dırı mən əlavə edeyim bura. Xeyr, ayrılmışdır deyil burada. Yəni,
dənizdən ayrılmış burada feili sifət tərkibi kimi işlənmişdi. Amma qədim xatirədək əyib dir başımı olmalı idi burada uşaqlar. Yəni buna görə mən götürürəm burada söz sırasının pozulmasına. Mən mi qocalmışam ya zəmanəmi? Burada əgər sizi çaşdırırsam mi, burada yəni sual ədatıdır, yəni qoşulmuş. Mən qocalmışam ya zəmanə. Bu heç bir fərq yaratmır, yəni söz sırasının. Söz sırasının pozulması mübtəda ilə xəbərin yerinin dəyişməsi. Yəni bir xəbərin yerinin daha əvvələ gəlməsidir. O da burada B variantında öz əksini tapıb. 5. Traktor xəndəyin yanına çatanda yaşıl gödəkçə geyinmiş oğlan arxa adlayıb bu tərəfə keçdi cümləsində hansı cümlə üzvü iştirak etməyib? Bunu bilmək üçün ən sadə yol cümləni təhlil etməkdir. Nə etdi? Gəlin təhlil edək. Keçdi. Kim keçdi? Oğlan keçdi. Görürəm ki, burada nə var? Məsələn, mübtəda var elə. Xəbər də var. Xəbər varmı burada? Yoxdur. Aha. İndi hansı oğlan traktor xəndəyin yanına çatanda yaşıl gödəkçə geyinmiş olur? Üzr istəyirəm. Demək, traktor xəndəyin yanına çatanda yaşıl gödəkçə geyinmiş olan. Demək, burada traktor xəndəyin yanına çatanda nə zaman? Yaşıl gödəkçə geyinmiş oğlan. Hansı gödəkçə? Yaşıl gödəkçə geyinmiş oğlan. Arxa adlayaraq haraya? Bu tərəfə keçdi. Demək, burada görürəm ki, təyin var, zərflik var, təyin var, zərflik var, təyin var. Tamamlıq yoxdur uşaqlar. Cavab olacaq B variantı. 6. Hansı cümlədə həm tabellik, həm də tabesizlik əlaqəsi var? Tabellik əlaqəsi uşaqlara həmişə deyirəm ki, mən hamısında var. Demək olar, bütün cümlələrdə, xəbər əsasına formalaşan cümlələrin hamısında var. Yəni, əgər təkcə xəbərdən ibarət deyilsə. Amma tabesizlik əlaqəsində biz sadalama intonasiyasını axtarmalıyıq. Baxıram ki, Arif, sıxılma, ürəkli ol. Burada görürsünüz ki, tabesizlik əlaqəsi yoxdur. Hər yanda bir qərib axşam səssizliyi var. Yoxdur. Ulduzlar iri və parlaq görünür. İri, parlaq, bəli, tabesizlik əlaqəsidir. Parlaq görünür, iri görünür, ulduzlar görünür. Bu da burada demək, bir uzlaşma əlaqəsi, iki yanaşma əlaqəsi özünü göstərir. Cavab olur C variantı. Digərlərinə də baxaq. Maraqlı odur ki, süni intellekt şahmat üzrə dünya çempionuna qalib gələ bilib. Yəni, burada da yoxdur. Tabesizlik əlaqəsi, tabellik var, nə qədər istəyirsiniz. Bu məktəb mənə doğmadır. Burada da görürsünüz ki, əlavə kimi işlənmişdir. Bu da tabesizlik əlaqəsi hesab olunmur. 7. Cədvələ uyğun nümunələri müəyyən edin. Mürəkkəb söz yazılışından fərqli tələffüz olunur. Düzəltmə söz yazıldığı kimi tələffüz olunur. Aşağı, yuxarı fərqli tələffüz olunmur. Ona görə gəlin birləri çıxaq. İnatkar sözü birdən fikirləşərsiniz, kar tələffüz olunur burada fərqli. Kar yox, inat kar olacaq yəni burada. Fərqli tələffüz olunsa da mənə mürəkkəb söz dediyinə görə 2-ni də çıxıram. Çünki 2 düzəltmədir. Cavab qalır D variant, amma yenə baxaq. Sarı köynək sözündə köynək formasında tələffüz olunacaq sonuncu 2. Düzəltmə söz yazıldığı kimi tələffüz olunur hissəsində 4-ü çıxıram. Düzəltmə söz deyil, sarsıntı sözü. Dağıntı, sarsıntı kimi sözlər sadə idi. Sadə qəlbli sözündə düzəltmə deyil, mürəkkəb olduğuna görə çıxıram. İnsanpərvər sözündə, bəli, yazıldığı kimi tələffüz olunur. Cavab olur D variantı. Keçək digər suala, 8-ci suala. Biz sabah kəndə doğma obamıza gedəcək cümləsində əlavə hansı cümlə üzvünə aiddir? Nə edəcəyik, gedəcəyik? Kim, biz, nə zaman, sabah, haraya, kəndə, doğma obamıza. Burada da zəfliyin, yer zəfliyinin, bəli, əlavəsi istifadə olunmuşdur. Cavab olur B variantı. Hansı nümunədə əmr cümləsi var? Gəl kəndə həmin kəsə yolla gedək. Gəl ədatından istifadə olunmuşdur burada. Əmr cümləsinin də xəbəri əmr şəklində olmalıdır. Gedək sözündə də burada biz görürük ki, demək, şəxs xəbərlik şəkilsi istifadə olunmuşdur. Sonda elə cavab olacaq A variantı. İgid əskər düşmənə aman vermə. Əmr cümləsi yox, nida cümləsidir bu. B-ni çıxıram. El ilə gələn qara gün toy bayramdır. Nəqli cümlədir. Çıxıram. Bu indi qlobal problemdir. Nəqli cümlədir. Çıxıram. Bugün həmin materiallar hazırlanmalıdır. Bu da nəqli cümlədir. Xəbər vacib şəkildən ifadə olunmuşdur. 10. Müəyyən şəxsli cümləni göstərin. Müəyyən şəxsli cümlə xəbəri bütün şəxslərdə ola bilir. Və mübtəda olmalıdır. Tər çiçək qoxulu yaz səhəri adlıq cümlədə olmaz. Bu sənədlərə artıq baxılıb, kimsə tərəfindən baxılıb, bu da məlum deyil. Adam yıxıldığı yerdən qalxar, müəyyən şəxsli... Bir dəqiqə. Burada, bəli, elə C olacaq cavab. Adam, nə edər qalxar, kim, adam. Çayı soyuq içməzlər, bu ümumi şəxsli cümlədir. Bugün küçəmizə asfalt örtüyü çəkdilər, bu da qeyri-müəyyən şəxsli cümlədir. Cavab qalır burada C variantı uşaqlar. Demək, qrammatika suallarının izahı bu qədər.
İndi isə keçək mətn suallarına. Mətn suallarında birinci bizim gəlir demək bədii mətnimiz. Bədii mətni ekranı saxlayıb əgər tanış deyilsinizsə tanış olub, daha sonra sualları mənimlə cavablaya bilərsiniz. Bəhram Gur və Çoban mətni. Uşaqlar, əgər siz videonu izləyirsinizsə, burada bir əməyin olduğunu unutmayaraqdan videonu bəyənirsiniz və kanala abunə olursunuz və fikirlərinizi mənimlə bölüşürsünüz. 11-ci suala baxaq. Mətndəki hadisələrin ardıcıllığını müəyyən edin. Şahın səhrada çobana rast gəlməsi, vəzirin yazışmalarında aşkara çıxarılması, şahın idarəçilikdən uzaqlaşdırılması, daha doğrusu uzaqlaşması, xəzinənin boş olduğunun məlum olması. Uşaqlar, burada birinci 3 gələcək. Bilirsiniz niyə? Şahın idarəçilikdən uzaqlaşması. Bax, idarə vəzifəsini tapşırır vəzirə, özü də əyləncə ilə məşğul olur. Demək, bu birinci gələcək. 3-ü mən birinci qoyacağam. Sonra 3-dən sonra uşaqlar 4-ü qoyuram. Xəzinənin boş olduğunun məlum olması. Baxın, gəlir burada, görür ki, xəzinəyə baş çəkir və xəzinənin boş olduğunu görür. Demək, mən 3-dən sonra 4-ü qoyuram. 4-ü qoyuram və sonra isə baxıram 1-ə, şahın səhrada çobana rast gəlməsi. Burada çobana rast gəlir, bəli, 1-i qoyacam. Daha sonra isə 3, 4, 1, 2-ni, vəzirin yazışmalarının aşkara çıxarması, ən sonda bəli, vəzirin demək, günahı ortaya çıxır da, başqa günahı deməyək, daha xəyanəti deyək. 3, 4, 1, 2, cavab olur Y variantı. 12. Mətnin ideyasına uyğun atalar sözünü müəyyən edin. Burada bir düşmənin bütün hamıya qalib gələcəyi, yəni o deyirik ağacı qurd içindən yeyər. Bax, belə bir ifadə də yəni yazılsaydı düzgün olardı. Dost 1000 idisə azdır, düşmən 1 isə çoxdur. Bəli, cavab olacaq D variantı. Digərlərinin heç biri uyğun gəlmir uşaqlar. 13-cü suala baxıram. Vəzirin xəyanətini sübut edən sənədli fakt hansı idi? Təbii ki, gəlib sarayda vəzirin evindən tapılan, daha doğrusu saraydan axtarış nəticəsində vəzirin evində gizli sənədlərin, yazışmaların, başqa dövlətin demək, hökmdarla yazışmalar ortaya çıxır. Ona görə cavab olacaq 13-də D. Mətnin giriş hissəsində aydın olmur. Giriş hissəsindəki uşaqlar, belə bir suallar olanda ümumiyyətlə mətnin giriş hissəsini nəzərdən keçirin o öz yerində, amma bundan da əlavə daha doğrusu mətndəki əsas fikir harda ortaya çıxar? Mətndəki əsas fikir ya əsas hissənin sonunda ya da nəticə hissəsində ortaya çıxır. Ona görə cavab olur burada D variantı. Aha, D variantı. Bir obrazın digər obraza münasibəti var idi. Yəni, həqiqətən də şah həddindən artıq vəzirə inanırdı. Dövləti idarə edənlərin kim olduğu, hökmdarın idarəçiliyi vəzirə tapşırdığı var idi. Obrazların müəyyən xüsusiyyətləri o da var idi. Mətndəki problem o da var idi. Sonuncu abzasda nöqtələrin yerinə yazıla bilər. Baxaq burada sonuncu abzasa. Sonuncu abzasda Bəhram Şahın çobandan eşitdiyi əhvalat onun üçün nə ola bilər uşaqlar? Baxaq, bir mane olur, əyləncə olur, güzgü olur, təsəlli olur, sirr olur. Güzgü olur, bəli. Güzgü ona görə olur ki, əvvəlcə vəzirə çox inanır, həddindən artıq inanır və daha sonra isə onun elə bir ki, bir növ inandığın insanda heç bir qüsur görmürsən axı. Və daha sonra isə ortaya çıxır ki, aha, elə satqının necə deyim, o başında duran elə mənim sarayımdaymış. Güzgü rolunu oynayır, bəli. 16. Mətnin ikinci abzası əslində iki abzas şəklində verilməlidir. Yeni abzas hansı cümlə ilə başlamalıdır? Mətnin ikinci abzasına baxırıq. İkinci abzas demək buradan, aha, bura qədərdir, elə bura qədərdir. Baxın, buradan bura qədər olan abzas ikinci abzasdır və bu iki abzas şəklində olmalıdır. Burada xəzinənin boş olduğunu görür, məsləhət almaq üçün aqilləri çağırtdırır, lakin onlar da zindana atılmış ya da ölkədən didərgin salınmışdır. Bura qədər demək sarayda olan gedən o necə deyim proseslərdən danışır. Ertəsi gün nə edir? Bax, buradan artıq bizə fərqli bir məlumat verir. Ertəsi gün Bəhram Şah fikirli halda ata minib tək başına səhraya üz tutur. Burada olan hadisələr, sarayda baş verən hadisələrdən sonra gedir səhraya. Demək, bu artıq başqa bir abzasın mövzusudur da. Demək, ertəsi gün abzası ilə başlayan cümlə olmalıdır. O da uşaqlar D variantında öz əksini tapıb. Struktur suallarında diqqətli olun uşaqlar. Struktur sualı elə imtahanın özündə də gözlənilir. Yəni, düşə bilən sualdır da. 17. Bəhram Şah və çobana aid ortaq xüsusiyyət xəyanətlə üzləşir. Demək, çoban itin xəyanəti ilə üzləşir. Bəhram da vəzirin. Demək, biri götürürəm. İdarəçilikdən bir müddət uzaqlaşıb əyləncəyə meyil edir. Bu Bəhram Şaha aiddir. Çoban nə əyləncə eləsin yazıq. 2-ni çıxıram. Xəyanət edən cəzalandırır. Bəli. Çoban iti cəzalandırır. Bəhram Şah da vəziri cəzalandırır. Yersiz etibar göstərmir. Yanlışdır. Bu Bəhram Şaha aiddir. Başına gələnlərə, daha doğrusu göstərir. Etibar göstərir daha doğrusu. Başına gələnə bənzər hadisədən dərs alır. Bu belə deyək də, xəyanətlə üzləşən 1-3-ü götürün. Başına gələnə bənzər hadisədən dərs alır. Yox, 1 ilə 3 olacaq uşaqlar burada cavab. Y olacaq.
heç bu cümləni anlaya bilmədim. Başına gələnə bənzər hadisədən dərs alır nədir? Başına gələn bənzər hadisədən dərs alır demək istəyir burada. Amma xəyanətlə üzləşir, hər ikisi xəyanətlə üzləşir, yəni burada 1-dən 3 daha uyğundur. Heç burada yəni düzgün də yazmayıblar cümləni. Başına gələnə bənzər hadisədən cümlənin heç strukturu düz deyil. 18. Mətndə hansı nəticəni çıxarmaq olmaz? Cinayət cəzasız qaldıqda fəlakətə səbəb olar. Bu nəticəni çıxarmaq olar. Bəli, elə xətalar var ki, onu bağışlamaq mümkün deyil. Bu da doğrudur. Bu nəticəni çıxarmaq olar. Ən ağır günah vətənə xəyanətdir. Olar. Vəzirlər həmişə xəyanətkar olur. Belə bir fikir absurddur. Yəni biri haqqında bunu öyrənib də hamıya şamil etmək. Bəzən sadə bir hadisədən böyük ibrət götürmək olur. Bu da doğrudur. Mətndə tündqara hərflərlə verilmiş ifadələr əsasında cədvəli tamamlayan nümunələr yazın. İfadənin kontekstə uyğun mənası. Gəlin baxaq, üzərində rəqəm yazılmış deyir, yorulmuşdu sözüdür. İsti və susuzluqdan hökmdar yorulmuşdu, həqiqi mənadadır. Bir də lakin şah olduğunu başa düşmür. Burada birincidə kontekstdəki mənası ifadənin həqiqi məcazi baxımından həqiqi mənadadır. Uşaqlar, birinci həqiqi mənadadır. Həqiqi. İkinci məcazi mənadadır. İndi bizə nə istəyir? İfadəni kontekstə görə əvəz edə bilən həqiqilik və məcazilik baxımından fərqli nümunə. Əvəzləyə bilən. Məsələn, həqiqidirsə, bura yorulmuşdu. Bura nə qoya bilərəm məcazi mənada? Əldən düşmüşdü. Əldən düşmüşdü. İndi burada başa düşülməyə məcazi mənadadır. Həqiqi mənada nə qoya bilərik? Anlamışdı qoya bilərik. 20. Mətndə altında xətt çəkilmiş hissədəki fikri qüvvətləndirə bilən atalar sözünü seçin, seçiminizi əsaslandırın. Burada altından xətt çəkilmiş demək cümlə budur. Bu sirri mənə açsan, açmasan çörək yeməyəcəyim, nə üçün o iti cəzalandırmışsam cümləsini indi hər işin bir hikməti var. Qonaq ruzi ilə gedər, qonağa çörək yeyirsənmi deməzlər. Yox, hər işin bir hikməti var. Uşaqlar, əsaslandırması da budur ki, yəni iti nəyə görə deyir cəzalandırmısan? Hər işdə bir hikmət var. Hər işin bir səbəbi var. Edilən heç nə səbəbsiz olmur. Yəni, nə tökərsən aşına, o da çıxar qaşığına. Bax, belə yazmaq olar. Nə tökərsən aşına, o da çıxar qaşığına. Bu nə deməkdir? Uşaqlar, orada it demək, belə deyək də, xəyanət edir. Burada isə vəzir xəyanət edir. Hər ikisinin sonu nə olur? Hüsran olur da, yəni hər ikisi cəzalanır yəni. Ona görə də hər işin bir hikməti var. Nə tökərsən aşına, o da çıxar qaşığına. Əfsanə yoxsa təbiət hadisəsi? Bu da bilavasitə sizə verilmiş bir mətnin içərisində. Deməzdim ki, tam da publisistik mətndə, elə bunun da içərisi, yəni bədilik daha çoxdur, belə deyək də, içərisində. Demək, 21-ci sualda yenə də mən mətni oxumuram sizə. Əgər istəsəniz mətni videonu saxlayıb, mətnlə tanış olub, daha sonra suallarınızı mənimlə cavablaya bilərsiniz. 21. Mətndə dəqiq fakt kimi təqdim olunub. Qatıran sürtülərsə əfsanənin varlıq ona yapışıb qalar. Bu fakt kimi deyildi, yəni. Bu ümumiyyətlə əfsanənin varlığın fakt kimi olmağı absurddur. Qeyri-təbii varlıq atları sübhə qədər çapıb yorur. Bu fakt ola bilməz ümumiyyətlə. Gəlincik atın yanındakı duz dadını sevir. Bəli, bu fakt ola bilər. Gecə hamı yatandan sonra sirli varlıqlar, ümumiyyətlə sirli varlıqdan söhbət gedirsə, faktda yəni nə işi var bunun çıxıram. At yatarkən sürtünməsi yalları dolaşdıra bilər. Yatarkən demir də, söhbət orada gəlinciyin onun hörüklərində olan duzu sevməsi və onun üzərində yeriməkdən onun saçlarını, yalını bir-birinə dolaşdırmasından söhbət gedir. Mətnin məzmunu ilə bağlı plan bəndlərinin ardıcıllığı. Plan bəndlərinin ardıcıllığı giriş, əsas, nəticə hissiyə uyğun olur. Demək, burada kiçik təqsirkar, gecənin mistik qonaqları, kənd yerlərinin qorxulu hekayəsi. Burada uşaqlar 22-də birinci qoyacam 3-ü, kənd yerlərinin qorxulu hekayəsi. Bax, burada danışır ki, bir dəqiqə həmin hissəni göstərim sizə. Qorxulu hekayələr var. Kənd yerlərində ən çox danışılan qorxulu hekayələr. Bunu girişdə də danışır da. Düzdür, mən birinci bunu qoymalıyam. 3-ü qoymalıyam. Sonra 3-dən sonra qoyacam mən bura 2-ni. Gecənin mistik qonaqları. Mistik, yəni əfsanəvi varlıqlardan söhbət gedirdi də. Oradakı güya ki, bax burada, bax bu hissədə danışırdım. Demək, gəlirdilər, onların saçlarını hörürdülər filan, əfsanəvi varlıqlar. Sonra bir də kiçik təqsirkar, bu da gəlincikdən söhbət gedirdi. 3-2-1 cavab olacaq Y variantı.
23. Tündqara hərflə verilmiş sözün mətndəki mənasına uyğundur. Əcaib sözüdür uşaqlar burada. Əcaib sözü də qeyri-adi, fövqəli-təbii mənasını daşıyır. Qeyri-adi D variantındadır. 24. Üzərində rəqəm yazılmış hansı söz məcazi mənadadır? Baxaq məcazi mənada. 1-ə baxaq görək nədir? Burada dəyişək qələmi, rəngini. Aha. Demək, düyün sözüdür burada. İkincidə yenə də düyün sözüdür. Üçüncü hardadır? Üçüncü çevik sözüdür. Dördüncü tərləyəndə dad sözüdür. Altıncı yoxdur. Baxıram ki, alimlərin iddialarına görə atlar tərləyəndə həqiqi mənadadır. Gəlinciklər isə bu dadı sevirlər, həqiqi mənadadır. Çevik olan gəlincik həqiqi mənadadır. Yəni varlığın çevik olmağından danışır. Mürəkkəb düyünlərlə hörürlər atın yalını, bəli, yəni açıla bilməyəcək. Gəlinin bu sirli düyünün, hadisənin, yəni hadisədən söhbət gedir burada. Ona görə məcazi mənadadır. Elə mənə məcazi məna deyirsə, mən də cavabı götürəcəm 1. Cavab olur B variantı. 25. Mətnə əsasən fikri tamamlayan ifadəni müəyyən edin. Atın belinə çıxmaqda gəlinciyin məqsədi nə idi? Duz qalıqları ilə qidalanmaq idi uşaqlar. Atı duz qalığını təmizləmək yox. Yəni at üçün ifadə etmirdi bu yaxşılığın səbəbi, özü sevirdi. Atın tükləri ilə oynamaq yox, ata narahatlıq vermək yox, atın yalını hörmək yox. Mətndə bu nəticələri çıxarmaq olar. Hadisənin səbəbkarı olan gəlinciyi qədimdə yaşamış insanlar da aşkar etmişlər. Qədimdə yaşamış insanlar da aşkar etmişlər. Yox. Qədimdə yəni yaşayan insanlar aşkar etsəydilər belə sirli mistik demək məfhumu dildən dilə salmazdılar. Qədimdə bəzi qeyri-adi hadisələri mifoloji varlıqla izah etmişlər. Bəli, 2 düzdür. Gecələr atların saçını hörən insan deyil. Bəli, doğrudur. Bəhs olan hadisəyə hələ də tam elmi izah verilməmişdir. Verilib uşaqlar deyir ki, bunun elmi izahı, əgər mistik varlıqlara elmə inanırsınızsa, demək verilib də. Demək 4 doğrudur. 4, daha doğrusu bu nəticəni çıxarmaq olmaz da, yəni verilməmişdir fikri səhvdir. 2 ilə 3 olacaq cavab uşaqlar burada. Cavab olacaq Y variantı. 27. Mətnin sonundakı nöqtələrin yerinə uyğun nümunəni müəyyən edin. Mətnin sonunda nöqtələrin yerinə baxaq uşaqlar. Deyir ki, istər bu hadisənin təbiətin kiçik bir oyunu, istərsə də ulu babalarımızdan qalan sirli bir əfsanə kimi qəbul edin. Bir fakt dəyişmir, atların yalının hörülməsi artıq heç kimin üçün maraqlı deyil, yox. Gəlinciklərin atlara olan sevginin sübutu kimi qəbul edilməlidir. Hələ də folklorun ən maraqlı mövzularından biri kimi qalır. Bəli, cavab C variantı. Məsələnin elmi baxışı bu sirri daha məntiqsiz şəkildə ifadə edir, yox. Qeyri-adi təbii qüvvələr həyata keçirir, yox. 28. Mətndəki imza qoyulmuş ifadəsi müəllif nəyi çatdırmaq istəyir? Burada söhbət imzanın qoyulmasında uşaqlar. Bir dəqiqə harda deyirdi onu? İmzasını deyir qoyur. Buradaydı da. İmza qoymuş kimi atın yalını mürəkkəb düyünlərlə hörürlər. İndi bunun mənasını deyir bizə ki, nədir? Təqsirkarın gəlinciyi olduğu yox, mifoloji varlıqların yazı yazmaq bildiyi yox, mifoloji varlıqların insan xarakterindəki malik olduğu yox, hadisənin təkrarlandığı, atların sahilinə sanki mesaj göndərirdilər. Bəli. Cavab olacaq 28-də Y. 29. Cədvəli mətnə əsasən tamamlayın. At belindəki gəlincikdən qurtulmaq üçün çırpınır. Demək, bir də yazıb ki, atların yallarında duz qalıqları yaranır. At belindəki gəlincikdən qurtulmaq üçün çırpınır. Atın belində, nəticədə atın belində zolaqlar əmələ gəlir. Bunlar əmələ gəlir. Atların yallarında duz qalıqları yaranır. Nəticədə gəlinciklər axşam o duzları sevdiyi üçün atın yalına çıxır. Belə formada yazılmalıydı. 30. Mətnə əsasən Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Bəhs olunan hadisəyə elmi yanaşmanın xüsusiyyətləri. Bəhs olunan hadisəyə mifoloji yanaşmanın xüsusiyyətləri. Uşaqlar, bura yazmalıydınız gəlinciklə bağlı. Gəlinciyin duz qalıqlarını sevməsi və atın yalına dırmanaraq o duz qalıqlarla qidalanması hissəsini bura yazmalıydınız. Bəhs olunan hadisəyə mifoloji yanaşmanın xüsusiyyətləri hissəsinə ki, xalq arasında, xalq folklorunda demək, bax, burada olduğu kimi, baxın, bu hissədə olduğu kimi, demək, bunun mifoloji versiyası belə idi ki, deyir ki, insan yox, mifoloji varlıqlar tərəfindən tövləyə girilərək atların demək, saçlarının hörülməsi hissəsini bura yazmalıydınız. Və ortaq hissəyə isə hər ikisinin demək, bu hadisəyə yanaşmasının olması, fərqli yanaşmasının olması, yəni hər ikisində mütləq şəkildə bir yanaşma var. Onu yaza bilərdiniz.
Uşaqlar, demək sınağın izahı bu qədər. Siz isə videonu izlədinizsə, videodan yararlandınızsa, videonu bəyənməyi, kanala abunə olmağı, paylaşmağı unutmayın. Bilirəm ki, imtahana çox az bir müddət qalıb və hamı da həyəcanlıdır. Hər birinizə uğurlar arzulayıram. Hər kəsin yolu açıq olsun.